Bu gün Naxçıvan Muxtar Respublikası Tumbul kəndində qəhrəman şəhidimiz Məmmədov Araz Qəhrəmanoğlunun mövlüdü günü qeyd olunur. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət, məqamları uca olsun inşallah. Rahimallahu men yekra suretel mübarekete sure Yasin Saffat Aleyhisselam. Bu iki şehidimizin simasında cem Azerbaycan şehitlerinin hakkında El-Fatiha salavat. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Günləri qəhrəman şəhidimiz Məmmədov Araz Qəhrəmanoğlunun mövlud günüdür. Şəhidlərimizin mövludu mübarək olsun. Göz yaşlı qaldı anan, bütün ömrü oldu talan. Halını olmadı yanan, bağrını yandıran şəhid. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb səni mənə, yol aldı məhz onun sayəsində. Ordumuz zəfər çaldı. Salam üzü nurla bir igid, dayaq arxa itirdi. Sənə bütün igidlər qardaşdır, ay bacı. Sən şəhid bacısan, səndən yoxdur tay bacı. Şimdi buradayım, ben hey eşidirəm ki, İsmail müəllim tədbirdədir. Bu istidə, bunlar Bizim üçün çox dəyərli bir insanın, silah yoldaşımızın doğum günüdür. O vətəni uğrunda canından keçərək ən uca, ən ali zirvəyə yüksəlmişdir. Əmrətən qədər olan bütün şəhid qardaşlarımızın, şəhid varlığımızın qarşısında qürurla baş əyirəm. Çekildi bakışlarınız yalnız sekilerde. Allah hamımızdan razı olsun. Allah bütün şəhidlərimizin ruhu şad olsun. Allah həbsçilərimizi qorusun, bacılarımızı. Bütün calanlardan təşəkkür edirəm ki, sağ olsun. Allah men yekra suretel mübarekete ve zuha ve Saffat Aleyhisselam. Bu iki şehidimizin simasında cem Azerbaycan şehitlerinin hakkında El-Fatiha salavat. Allah rəhmət eləsin. Allah şəhidimizin məkanını cənnət eləsin. Belə işlərdə Tumbul kəndindən olan qəhrəman şəhidimiz Məmmədov Arazın mövludu mərasimi başa çatdı. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət, məqamları uca olsun inşallah.